Bəzi şikayətlər var ki, ağızda acılıq, ürək bulanma, yemək yedikdən sonra yeməyin həzm olunmaması kimi ciddi şikayətlər var. Bu zaman qaraciyər daxili öd yolları problemi və öd kisənin durğunluğu zamanı ola bilər. Öd kisənin durğunluğu da stres fonunda da yarana bilər, qida ilə bağlı da ola bilər, az hərəkətlilik. Bunlar önəmlidir. Bunların hər biri də əksəriyyətimiz ultrases müayinədən keçəndə ya qaraciyərdə birinci, ikinci, üçüncü dərəcəli yağlanma, ya bir zədələnmə və yaxud da öd kisənin funksiya pozulması ola bilər. Öd yollarının diskineziyası ola bilər və yaxud da öddə qatılığı ola bilər. Bu zaman biz bir çox vasitələrdən istifadə edə bilirik. Diyet önəmlidir və yanaşı xəstəliklər varsa, onlar önəmlidir. Qaraciyər və öd kisəsinin, öd yollarının problemini aradan götürmək üçün Hepanur kapsulu tövsiyə edirəm. Nəyə görə hepanur? Çünki tərkibində ənginar, alaqanqal, zəncirotu və lavanda kimi bitkilər həm öd hasilatını yaxşılaşdırır, həm qaraciyəri qoruyur, həzmi yaxşılaşdırır və qeyd olunan simptomlar, ağızda acılıq, qabıq altına həyat, ağrı, şişkinlik, kök kimi hallar aradan götürülür. 2 ay müddətində istifadə edə bilərsiniz, gündə 2 dəfə yeməkdən öncə.